heç bir fırça istifadə etmədən tonal kremdən tutmuş dodaq boyasına qədər hamısını əllərimlə, barmaqlarımla tətbiq edəcəyəm. Siz isə səhifəyə abunə olun və bu videonu bəyənin, çox maraqlı olacaq. Birinci tonal kremdən başladıq. Yəqin ki, bu qədər kifayət olacaq, olmasa əlavə edərik. Mən hələ pudranı necə vuracağım, mənə o maraqlıdır. Əllərimiz tonal kremə bulaşdı. Tonal krem Clarins Skin Illusion nömrəsi 105N. Necə oldu tonal kremi əllə vurmaq? Siz də öz fikirlərinizi rəylərdə yazın. Pis görünmür, yaxşı görünür. Çox vaxtımı aldı mı? Yox, almadı. Amma əllərim çirkləndi. Bunu yanımdan ayırmayayım. Deyəsən hələ bizə çox lazım olacaq. Gəlirik konsilerə. Konsilerim isə Kiko Full Coverage nəsə belə bir konsilerdir. Başladıq. Konsilerdə bu barmağımla tətbiq eləməyə çalışacağım. Mən arada kameraya baxmasam, orada güzgü var, güzgüyə baxıram. Konsilerin nömrəsini demədim, hə? Konsilerin nömrəsi 02-dir. Konsileri saniyələr içərisində vurdum, qurtardım artıq. İndi keçirəm üzümün digər tərəfinə. Bu barmağımla tətbiq eləməliydim, yoxsa necə çaşdı? Hə, bunu bundan bilin. Necə istəyirsiniz, fərqi yoxdur, necə sizə rahatdırsa. Amma etiraf edeyim, necə bir his var. Adam istəyir bir süngəri götürsün, başlasın onu vurmağa, tez baza işi həll eləməyə. Belə də tez alınır. İnsana elə gəlir ki, birinci çətindir, amma sonra güzgüyə baxıram ki, hə, barmaqlarımla elə də çox vaxt aparmır. Çox tez olur. Vəssalam, qurtardı. Mən videodan əvvəl qaşlarıma gel vurmuşdum. Neyim, qaşlarıma geli necə əllərimlə tətbiq edə bilərəm ki? İndi isə kontura gəlirik. Krem produktlarla məncə asandır əllərlə işləmək. Əsas çətin olan quru kosmetikalardır. Bu isə She Glam'dandır. Soft Tender nömrəsi. Bir damcı bura, bir damcı bura. Biraz burnuma. Yaxşıdır görəsən. Biraz da bu hissələrə vururam. Buralara da buraxdırlar. Ay, inşallah makyajı pis günə qoymaram. Çünki mən hələ alışverişə gedəcəm. İçimdən gəlmir bunu əllərimlə tətbiq eləmək. Amma məcburam, bu bir eksperiment videosudur. Oldu sanki. Çətin gəldi mənə, çünki heç vaxt skulpturu əllərimlə tətbiq eləməmişəm. Konsilerlə tonu etiraf edeyim ki, bəzən əllərimlə vururam. Çox nadir hallarda da olsa əllərimdən istifadə edirəm. Çünki halım olmur fırça yumağa, süngər yumağa. Çünki mən makyajı elədimsə tez o dəqiqə ya fırçanı ya da süngəri yumalıyam. Arada elə olur ki, süngər fırça yumamaq üçün barmaqlarımla tətbiq edirəm. Tonal kremi və konsileri, yenə də deyirəm, digər şeyləri yoxlamamışam. Baxın, bu tərəfdə skulptur çoxdur, bu tərəfdə azdır. Ona görə də burada biraz əlavə eləsək pis olmaz. Hələ ki, bu qədər əlavə eləyək, görək lazım olsa yenə də vurarıq. İstəyirəm ki, eyni olsun, yəni pis görünməsin, fərqli görünməsin üz. Dediyim kimi, bu makyajla hələ çölə çıxacaq. Amma çox bərbad olsa, çox bərbad alınsa, onda yuyub bir dənə günəş kremi vurub elə çıxacam çölə. İnşallah çox bərbad alınmaz. Hələ ki, pis getmirik. Amma bu produkta halal olsun doğrudan. Yoxsa bunun yerinə başqa bir şey olsaydı çoxdan qurumuşdu və o məhsulu yerindən tərpətmək olmayacaqdı. Burnum ucu biraz quruduğunu hiss edirəm. Burnumda daha çətin alınır. Amma alınır. Vəziyyət kritik deyil. İndi digər barmaqlarım yəqin ki, dövriyəyə girəcək burada. Bir dənə təmiz barmağımı götürürəm. Çünki bu görüntünü biraz azaltmaq istəyirəm. Belə, mən biraz qorxuram sözün düzü. Daha bunu heç ara əlavə eləməyəcəm. Çünki bu bronzer deyil. Bronzer olsaydı daha yaxşıdır. Amma gördünüz də bunun rəngi necədir. Belə boz fason rəngi var. Mən bunu çox vurmaqdan qorxuram ki, üzüm bomboz alınacaq. Konturu da vurduq, qurtardığa. Halaldır bizə. Biraz burnumda yaxşıdır, yaxşıdır. Ay. Mənim krem əliyim 2 ədəddir. Biri She Glam'dandır. Bunun nömrəsi HH'dır. Digəri NARS'dandır. Bunun nömrəsi isə Torrid'dir.
Qaldım belə ki, hansını vurum. Sözün düzü, bundan biraz qorxuram. Bilmirəm, bunu əllərimlə. Bu çox alınacaq, amma bundan rahatam. Bilirəm ki, bunu əllərimlə tətbiq eləsəm, qəşəng olacaq. İndi bilmirəm, bu yoxsa bu yoxsa bu. Gəlin risk eləyək, bunu vuraq. Amma pomidora oxşayacam, bilirəm. Biraz da çalxalamaq lazımdır. Bura yazılıb ki, shake well. Shake də nə deyirəm? Bundan mən bir damca götürəcəm. Hələ bu belə çox oldu, inanırsınız. O qədər, necə deyim, pigmentlidir. Qorxuram. Bu biraz əllərimdə belə eləyim. Çalışıram ki, çox az gəlsin. Bir damca bura. Bir damca buna. Bura. 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 Və bura. Biraz həyəcanlıyam. Bunu yaymağa qorxuram. Ay, pomidor oxşamayım bugün, nə olar. Amma biraz sözün düzü, elə bil ki, bu vəziyyətdən həzz almağa başladım. Belə üzümə incə toxunuram, eləyirəm. Bu da belə qəşəng his verir mənə. Sanki bəyəndim barmaqlarla makyaj eləməyi. Əllərimi silirəm. Baxın, bu da bizim ənliyimiz. Mən bilmirəm, eyni deyil, amma əlavə eləməyə qorxuram. Gəldik, çatdıq, qorxduğum yerə pudra vurmalıyam. Mən pudra vuracam. Mən pudra vuracam, həm də əllərimlə. Hansı ağıllı belə bir şey eləyər? Etiraf eləyən qızlar, heç pudra vurmusunuz? Əllərinizdən, düzünü deyin. Yəqin ki, yox. Bunu ancaq mən eləyə bilərəm. Miluka Ultra Cover Powder. Bu da belədir. Əllərimi süngər nədir? Yaş salfetlə sildim. İndi istəyirəm ki, biraz qurusun, sonra pudranı götürüm. Ay, nə ki ürəklər var. Başlayıram. Ay, ama qorxuram. Nəsə baş verir ümumiyyətlə. Yine götürürəm. Biraz da gözlərimin üzərinə vurmaq istəyirəm ki, concealer deyirəm, bax. Biraz da gözlərimin üzərinə vurmaq istəyirəm ki, concealer bu qırışlara dolmasın. Pudranı əllərlə tətbiq eləmək çox çətindir. Yəni, yalan deməyəcəm. Və başa düşmürsən, hara vurmursan, hara vurmamısan, ümumiyyətlə nəsə bir şey baş verir ya yox. Digərlərini əllərlə tətbiq eləyəndə insanda belə bir hiss yox idi ki, mən nəyisə səhv eləyirəm. Amma pudranı əllərlə tətbiq eləyəndə elə bir ki, beyninə siqnal gedir ki, sən nəyisə düz eləmirsən, səhv eləyirsən. Görək. Bəlkə bəsdir. Bu qədər kifayətlənirəm. İndi də keçirəm digər tərəfə. Çox riskə atmaq istəmirəm özümü. Görək barmaqlarla tətbiq eləmək necə alınır. Bir söz deyim. Əgər ki, videonun axırında bu barmaqlarla tətbiq eləməyi işi yaxşı alınsın, onda belə çıxır ki, mən bir professionalam. Yox, zarafat bir yana, çünki inanın mənə, bu eksperiment elə də asan eksperiment deyil. Kameradan göründüyü kimi çətindir. Şükür Allaha, pudranı da vurduq sağ-salamat. O qədər həyəcanlandım ki, mən biraz su içəcəm icazənizlə. Bizi qorxudan məqamlar hələ qabaqdadır. Ənlik vuracağıq. Mən bu ənliyi vuracağım, çünki bunun rəngi daha incədir. Digər ənliyim var, yenə orada da. Onların rəngləri biraz tünd rəngliklərdən ehtiyat eləyirəm. Pomidora oxşamayım deyə. Ona görə də gəlin bundan vuraq. Bunun rəngi də belədir. Getdik. Yaxşı olmayacaq. İçimdə elə bir his var ki, yaxşı olmayacaq. Qeyd edeyim ki, ənlik dağılmır. Necə vurursan elə də qalır. Yox, ənlik alınmır qızlar. Yəni, siz belə şeylər eləməyin, alınmayacaq. Of, mən üzümün o bir tərəfinə də vururam. Amma bu qədərlə kifayətlənəcəm. Artıq şeylər gözləməyin məndən. Bax, yaxınlaşın, baxın, görün o necə. Hara qoyursan orada da qalır və tərpənmir. Baxın, burada belə işarə qaldı. İşarə edirsən. Halal olsun, hə? Mənə eləyirəm də indi yavaş-yavaş nə bacarıramsa. Elə həmin ənlikdən gözlərimin üzərinə də biraz vururam. Burnuma bilmirəm vurum yoxsa yox. Gəlin risk eləyək.
alınır. Alınır. Yaxşıdır. Məndə isə Lancome'un 2022-ci ildə çıxan Holiday şeydi. Yəni limitli kolleksiyaydı. Hal-hazırda yoxdur. Ona görə də nömrəsini zadına deyə bilməyəcəm. Biz highlighter vururuq sizlə. Highlighter nədirsə ondan, yəni parıldadıcı vururuq. Məndəki nömrəsi Pink Glow. Görək bunu necə vuracağıq. Bunu amma bu barmaqlarımla tətbiq edəcəm. Ay necə gözəldir, necə gözəldir. Mən biraz qorxuram. Wow. Mən bu highlighteri niyə indiyə qədər barmaqlarımla vurmamışam? Gör barmaqla vuranda nə qəşəng olur. Bundan sonra sənə barmaqla vuracağam. Highlighterlə ümumiyyətlə heç bir problem yaşamadım. Deyirəm, insanın əlindəki produktlarda, vasitələr, kosmetikalar yaxşı olanda heç problem də yaratmır. İşləyir. Qəşəng işləyir özdə. İndi gəlirik ən çətin məsələyə. Tenlə bəzənəcəyik. Ten paleti məndə Flower Nose Chocolate Series. Nömrəsi 01-dir. Biz indi ten vuracağıq. Düşünürəm ki, mən bu rəngdən başlayacağım. Çox uzatmadan onu barmaqlarıma götürürəm və gözlərimin üzərinə tətbiq eləməyə başlayıram. Mat tenda. Biraz da əlavə eləmək istəyirəm. Digər gözümə vururam. Ten. Qeyd edeyim ki, mən belə götürən kimi birinci gözümün qapağına vururam. Daha sonra artıq onu belə yaxşı dağıdandan sonra biraz yuxarılara vururam. Yəni birbaşa teni belə götürüb, məsələn, qaşımın bu aşağısına vura bilmərəm. Sadəcə qalıqları ilə, yəni barmaqda nə qalıbsa, ondan sonra belə qaşımın altına da keçirəm. Amma doğrudan məhsullar yaxşı işlədi, halal olsun. Bax, sevirəm kosmetikalarıma, məni pis vəziyyətdə qoymadılar. Mən elə bilirdim ki, katastrof alınacaq, dəhşətli, faciəvi bir şey alınacaq, amma elə olmadı. Biraz da risk eləyirəm, gözlərimin altına da vurmağa çalışıram. Əvvəlki paleti götürürəm. Bunun içərisində bu rəngi seçmişəm. Vurmağa. Görək nə olur, nə olmur. Yaxınlaşım ki, siz də baxa biləsiniz. Biz bu rəngi seçmişdik sizinlə. Onu göz qapaqlarıma tətbiq elədim. Amma gözlərimin ön tərəfinə isə bu açıq rəngli rəngi tətbiq etmək istəyirəm. Görək bu necə olacaq. Tak, başladıq. Belə fırça götürüb dağıtmaq istəyirəm. Amma olmaz. Amma əllərimlə vurmalıyam. Qız bacarır da, qız bacarır. Burada belə bir rəng var, görürsünüz. Onu isə hara vururuq? Göz kınarlarımıza vururuq. Belə sərgəli görsənir, çox sərgəsiz deyil. İndi görək bunu vuranda necə olacaq. Üstünə biraz vurdum, indi də altına vuraq. Belə bir şeylər alınır. Siz Allah, çox sərgəsiz deyil. Bilinir ki, əllərimizlə eləmişik, yoxsa yox. Yazın şəhərlərdən. Valla mənə çox maraqlıdır. Yazın görün, bilinir ki, bu makyajı əllə eləmişsən, yoxsa yox. Sizin icazənizlə mən tuşu bildiyim kimi vuracağım. Çünki bunu başqa cür necə vurmaq olar əllərlə bilmirəm. İnanın, çünki əgər mümkün olsaydı mən bunu eləyərdim. Tuşun adı Essence Lash Without Limits. Without. Bilmirəm də ingilis dilində necə səslənir. Bu tuşun kirpiklərə verdiyi effekti çox bəyənirəm. Siz keçin digər videolarımı da izləyin. Orada var maraqlı videolar. Həmçinin mənim kanalıma abunə olun, bu videoya like qoyun. Əgər hələ də like qoymamısınızsa, videonu pauza edin, like qoyun, kanala abunə olun və zəng düyməsinə klik edin ki, yeni video çıxanda xəbərdar olasınız. Dodaq qələmini necə vuraq? Onu da yəqin ki, belə vuracam da, bu qələmdir. Nə bilim, necə vurum? Catrice Plumping Lip Liner 069 Manhattan. Pomada vururam. Pomadanın da nömrəsini deyim. Estee Lauder Pure Color Envy 440 Irresistible adlanır bu rəngin adı. Pomadanı barmaqlarımla götürürəm və vurmağa çalışıram.
Ay nə qəşəng incə rəng alınır. Amma hansı ki pomadanın özünün rəngi tündür görürsüz. Barmaqla vuranda incə alınır. Biz sizdən gloss vuracağıq barmaqlarla. Glossun nömrəsi yoxdur. Mən onu belə göstərim sizə. Sözün düzü bunu özüm almamışam. Mənə hədiyyədir. Nəyə görə deyirəm mən almamışam? Çünki mən alsam no name məhsul almazdım. Baxın heç nömrəsi falan heç nə də yoxdur. Nəsə tanınmayan bir brenddir. Olsun, amma rəngi xoşuma gəlir deyə mən onu saxlamışam. Vuraq. Qəribədir glossu barmaqla vurmaq. Yumuşaqdır. Qeyd eləmək istəyirəm ki, mən məhsulları rastgele seçdim. Yəni bunların heç birini videodan öncə planlaşdırmamışdım ki, bundan vuracağım, ondan vuracağım, bundan vuracağım. Salfetka gününə bax hələ. Yəni rastgele seçdim və fikirləşdim ki, makyaj belə daha təbii alınacaq. Bilmirəm indi necə alındı, necə alınmadı, amma vəziyyət çox kritik deyil. Mən bu makyajla evdən çölə çıxa bilərəm. Dediyim kimi ən çox highlighteri bəyəndim. Üzün korreksiyasını demək olar ki, görmürəm. Skulpturu görürəm, amma burada daha az görürəm. Ənlik görmürəm. Dodaqlar pis alınmadı, gözlər yaxşı alındı. Mən elə fırça ilə işləyəndə də plus, minus belə göz makyajı eləyirəm. Mattenin üzərindən parlaqdır. Sadəcə olaraq kiprikli diblərdən daha tünd bir şeyler çəkirəm, amma olsun, o bizə bugün lazım deyil idi. Çünki barmaqla belə bir riskə getməyə dəyməzdim. Bəs siz necə, bəyəndinizmi bu makyajı, bəyənmədiniz? Bir daha soruşuram sizdən. Siz makyajınızı necə əllərinizlə edirsiniz, etmirsiniz? Bunların hamısını şəhərlərdə mənə yazın. Mən sizi öpürəm, qucaqlayıram və sağollaşıram. Kanalıma abunə olmağı unutmayın.